Cəmiyyətimizin bir növ rəsalədir. Ailənin dayağı isə qarşılıqlı anlayışa və hörmətə söykənən münasibətdir. Ancaq bugün getdikcə daha çox səslənən bir narahatlıq var. Yaxşı qadınları qalmayıb deyən kişilər və yaxşı kişi görmədim deyən qadınlar. Əslində yaxşı qadınlar və yaxşı kişilər itməyib. Sadəcə bir-birinə qarşı məsuliyyət hissi azalıb. Münasibətlər məhəbbətdən çox marağa, anlayışdan çox hökmə, dürüstlükdən çox maskaya çevrilib. Bəzi kişilər qadını sadəcə xidmətçi ya da bəzək əşyası kimi görür. Qadının hissləri, fikirləri, arzuları göz ardı edilir. Halbuki qadın həyat yoldaşı olmaqdan öncə insandır. Düşüncəsi olan, hörmətə layiq bir varlıq, qorunmağa ehtiyac duyan deyil, dəyərləndirməyə haqqı olan bir tərəfdir. Eyni zamanda bəzi qadınlar da kişinin yalnız imkanları ilə ölçür. Mənəviyyatın, zəhmətin, sədaqətin yerini bəzən sərvət tutur. Halbuki kişi qazancı ilə deyil, duruşu ilə dəyər qazanır. Ədalətli olmaq, sözün arxasında durmaq, ailəsinə dayaq olmaq kişiliyin əsas sütunlarıdır. Bugün münasibətlərdə baş verən çatların səbəbi yaxşı insan tapmamaq deyil, yaxşı insan olmaq istəməməkdir. Qadın da, kişi də qarşı tərəfdən gözlədiyini əvvəlcə özü göstərməlidir. Əgər kişi öz davranışı ilə qadını dəyərdən salırsa, sonra niyə qadınlar dəyişdi deməyə haqqı yoxdur. Əgər qadın kişiyə yalnız maddiyyatla dəyərləndirirsə, sonra niyə kişilər məsuliyyətsiz oldu sualını verməməlidir. Hörmət görən qadın güclü olar, güclü qadın isə ailəni, cəmiyyəti ucaldar. Dəyər verilən kişi özünü ailəsinə həsr edər. Belə kişilər övladına örnək, həyat yoldaşına dayaq olar. Bugün bizə yaxşı qadın və ya yaxşı kişi axtaran deyil, yaxşı insan olmağa çalışan insanlar lazımdır. Əgər biz bir-birimizə əxlaqla, anlayışla, vəfa ilə yanaşsaq, nə qadın körlanar, nə də kişi itər. Qadını qorumaq gələcəyimizi qorumaqdır. Kişini yüksəltmək, ailəni ucaltmaqdır. Unutmayaq, sabahın işığını axtaran qaranlıqda çıraq yandırmağı bacarmalıdır.